Siz də günlərlə qalmağına baxmayaraq öz yumşaqlığını itirməyən şəkərbura resepti axtarırsınızsa, mütləq bu reseptlə hazırlamalısınız. 1 kiloqram un, 400 qram yağı dərin qaba əlavə edib umaç halına gətiririk. Ardından 300 qram yağlı xama 6 ədəd yumurtanın sarısı, 1 çimdik maya, bərəkət üçün 1 çimdik duz əlavə edib xəmir yoğururuq. Xəmiri 10 dəqiqəlik dincəlməyə qoyuruq. Bu arada içliyimizi hazırlayırıq. Yarım kiloqram üyüdülmüş fındığa 400 qram şəkər tozu, 1 paçka vanil, 1 çay qaşığı hil əlavə edib qarışdırırıq. Xəmiri 40 qramlıq kündələrə ayırırıq. Oxlovla kündələri açıb içlik yerləşdirib bükürük. Mən hamısının içliyini yerləşdirib büküb üzərini streçlə bağlayıram. Sonda ilk hazırladığım şəkərburadan başlayıb üzərini bəzəyirəm. 150 dərəcə Selsidə alt üst rejimdə qızdırılmış sobada bişirirəm. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun.